Yoldaşlar, hər vaxtınız xeyirli olsun. Ümid edirəm hər birinizin sağlamlığı və işləri qaydasındadır. Bilirsiniz ki, bugün məhz ezamiyə cədvəlinin qurulmasını keçirik. Ezamiyyədə iki forma var. Ümumiyyətcə, yəni bəri başdan bildirim. Biri var ezamiyə xərclərinin norması, yəni onların hesablanması. Bir də var ezamiyə zamanı əmək haqqının hesablanması. Yəni ümumiyyətlə əmək haqqı hesablayanda ezamiyyədə olan vaxtı işçinin əmək haqqısı fərqli formada hesablanır. Yəni əvvəlki tabeldə kimi hesablanmır. Yadınıza düşürsə ki, tabeli biz quranda orada məsəl üçün ezamiyyələri təmiz seçirdik. Üstə E yazırdıq ki, adam ezamiyyədədir. Yadınıza çıxırsa əmək haqqı doları hesablanmırdı. E hərfindən yazırdıq deyə. Və orada da bildirirdik ki, ezamiyyəni keçəndə orada əmək haqqı hesablanması cədvəlində quracağıq. Ezamiyyənin əmək haqqısı fərqli formada hesablanılır və əmək haqqı yazırdıq. Məsəl üçün əmək haqqı, əlavə əmək haqqı yazırdıq. Həmin ezamiyyədə hesablanan əmək haqqını da burada cədvəldə qururuq. Aldığımız məbləği də tabelə gedib köçürdürük ki, bəs işçinin əlavə əmək haqqısı olaraq ezamiyə əmək haqqısı olaraq bu qədər məbləğ köçürülüb. İndi bugün məhz bunların hər ikisinin üzərindən gedəcəyik. Yəni iki dənə cədvəl üzərindən gedəcəyik. Və yanaşı formada olur adətən. Çünki yəni ikisi də eyni vaxtda olur. Biri var işçinin məbləğinə, əmək haqqısına köçürülən məbləğ, biri də var sırf ezam xərci. Yəni ora gedəndə ona verilən məbləğ ki, orada xərclik puludur, otel puludur, mehmanxana xərcidir və s. Dostlar, bir izləyicimiz yazıb ki, səsiniz gəlmir. Mənim səsim hər kəsə gəlir, bəlkə xanımda problem var. Mənə gəlir, mənim. Okey, əla. Getdi indi Excel cədvəlimizi qurmağa. Ümid edirəm ki, hər biriniz diqqətlə dinləyirsiniz. Gedək birinci nə edirik? Birinci rahat şəkildə ezam xərci olduğunu bildirək, yəni başdan ki. Çünki biz niyə görə hər dəfə bu başlığı yazırıq? Çünki iş prosesində o qədər işlər icra edəcəksiniz ki, Excel-də bilməyəcəksiniz ki, hansı belə deyək, Excel cədvəli hansıdır. Ona görə hər birinin başında bildirməliyik ki, bu bizim məhz Excel cədvəlimizdir. Həm də hazırlayıb atıram ki, yəni tutalım ki, 2 aydan sonra, 3 aydan sonra qrupa daxil oldunuz ki, baxım görüm təzədən təkrar edin və s. Cədvəl içində artıq ezam xərcini görəndə biləcəksiniz ki, məhz bu ezam xərcidir. İndi gəlirik nə edirik? Bura birinci ezama gedən şəxsin adının, soyadını, vəzifəsini və s. qeyd edirik ki, yəni şəxsi məlumatlarını biz burada qeyd edirik. Çünki hər işçidə fərqlənir. Burada yazırıq, tamam bu cədvəli işlədik, tabeli köçürdük, sabahsı gün başqa işçidir. Buradan avtomatik adı, soyadı silinir, təzədən eyni formada hazırlanır. Tutalım yazaq ki, məsəl üçün Şahin Məmmədli. Ne yazaq? Tutalım ki, direktor köməkçisi. İndi gəlirəm bura nə yazıram? İşçinin ezamiyyətə gedən tarixini. Yəni işçi hansı tarixdə ezamiyyətə gedəcək? Mənə o lazımdır birinci. Daha sonra bunu da buradan birləşdirirəm. Çəkirəm. Deməli, burada yazacaq neçə gün. Məsəl üçün, hansı tarixlərdə gedir, ümumi neçə gündür. Bir də məkan. Yəni, ünvan olaraq hara gedir? Yəni, ezamiyyətin müddəti Bakıdan hansı şəhərə gedir və yaxud da hansı şəhərdən Bakıya gəlir və yaxud da ki, yəni hardan hara adam ezam olunacaq. Biz bunun hamısı şəxsi, burada hamısını qeyd eləməliyik. Gəlirik, bura yazırıq, tutalım ki, tarix, müddət, yəni günlə də, yəni bilək ki, burada yazacağımız rəqəm günü göstərir. Bir də məkan. Bu məsəl üçün görürük ki, bunlara bu qədər ehtiyac yoxdur, bu qədər böyük bir xana yazmaq. Yox. Ya da buradan bunları birinci sərgiyə salaq, tam ortaya salaq rahat şəkildə. Buradan indi nə edirik? İşçinin ezamiyyətə gedəcək tarixlərini biz avtomatik altından hamısını qeyd eləməliyik. İndi hələ ki, bunların cədvəlini buradan altdan xanalarını yazaq. Deməli, biraz da bunu böyüdək, çünki burada
Əsas diqqətə çarpacaq rəqəmlər buradadır. Tutalım ki, işçi hansı tarixdə avtomatik ezamiyyətə gedəcək? Biz onun məhz burada tarixini burada qeyd edirik ki, işçinin, məsəl üçün, ezamiyyət tarixləri nə vaxtdır? Tutalım, elə gəlin həftədən nümunə gətirək. Bugün ayın 8-idir, bazar günüdür. İndi birinci günü bayramdır, ayın 10-u. 10.06 məsəl üçün 13.06, yəni ikinci gündən 5-ci günə kimi. Yəni bu adamın ezamiyyəyə getmə tarixi ayın 10-undan 13-ünə. Biz bura həmin tarixləri qeyd edirik. Müddət neçə gündür dostlar? Kim deyə bilər 10-undan 13-ünə qədər? Neçə gün eləyir? Neçə gün ezamiyyə müddəti? 4 gecə. Bəli, 4 gün. Evet, 4 gün 3 gecə. Bəli, 4 gün. 10, 11, 12, 13. Yəni ezam müddəti bu adamın olur 4 gün. Yəni ümumiyyətlə bunu hesablayanda 13-dən 10-u çıxıb 3 deməyiniz var. Yəni bu müddət həm zaman belə olanda böyükdən kiçik çıxır, üstünə 1 gəlir. Yəni məntiqdən sayılır. Çünki adam 10-undan gedirsə avtomatik həmin gün 10-undan hesablanır. 10-u, 11-i, 12-si, 13-ü. Yəni müddət avtomatik olur 4 gün. İndi məkan da yazıram. Tutalım ki, Bakı, tutalım yazaq ki, Yevlax. Məsəl üçün, adam Bakıdan Yevlağa ezam olunur. Yəni adamın gedəcəyi yer Bakıdan Yevlaxadır. Yəni bunun ezamda olduğu yer deməli bildik ki, Bakıdan Yevlaxadır. Tarix 10-undan 13-ünədir və müddət 4 gündür. Biz burada bunu qeyd elədik ki, artıq rahat cədvəllər quranda əməliyyatdan artıq buradan bütün proseslərimizi görək. İndi gəlirik, nə edirik? Burada dediyimiz kimi 2 dənə cədvəldən istifadə edirik. İndi gedək prosesləri görməyə. Birinci, ümumiyyətlə, ezamiyyədə 2 dənə hesablama qaydası var. Biri, işçinin xərclik puludur. Yəni ezam xərcinin puludur. Orada onun otel xərcləridir, yemək xərcləridir, nəqliyyat xərcidir. Bunlar normadan hesablanır. Bunlar öz yerində. Bir də var işçi həmin o 4 gün müddətdə tam gedir Yevlaxda 4 gün işləyir. Onun üçün ona əmək haqqı hesablanır. Yəni əlavə bir əmək haqqı hesablanır. Bir də onun cədvəli burada qurulur. İndi gedək hamısını rahat şəkildə işləyək. Birinci cədvəlimizi rahat açaq. Belə quraq, olar artırarıq, olmazsa azaldarıq. Problem deyil. Birinci bunu birləşdirək. Bura yazacağım. Daha doğrusu bura yazacağım xərclər. Yəni ki, ezamiyyədə müəyyən xərclər var. Həmin onlar faizlərdən hesablanır. Gəlirəm, bura yazıram faiz. Aha. Hələ ki, dəymirəm. İndi buradan bunları birləşdirim. İndi əməliyyatı göstərə başa salın ki, həm də ezamiyyəni eyni zamanda rahat şəkildə öyrənə biləcəksiniz. Ezamiyyədə ümumiyyətcə hesablanmasında, ezam xərcinin hesablanmasında əsas burada 3 dənə xərc var. Yəni qanunvericilik işə götürənə deyir ki, sən işçinin bu 3 xərcini qarşılamalısan. Bunlar nələrdir? Mehmanxana, yəni otel. Yəni otel xərcləri. Daha sonra yemək xərcləri. Xərci yazmağa ehtiyac yoxdur. Bir də nəqliyyat xərcləri. Nəqliyyat rabitə deyirik də biz adətən buna. Artıq bizə buna ehtiyac yoxdur. Buranı silək. Baxın, ümumiyyətlə, məsəl üçün, artıq olan xanaları nə formada silirsiniz göstərir. İstəmədiyiniz xanaları seçirsiniz. Mouse'un sağ düyməsindən buradan da sili vurursunuz və tamam vurursunuz, cədvəllər gedir. İndi gəlirəm nəyə? Deməli, burada mənə əsas nədir? Buradan yazım ki, rahat şəkildə başa düşəsiniz. Norma, bir də müddət. Gəlirəm bura. Norma. Baxın, ümumiyyətlə bizim Yevlax üçün ezamiyyə normamız qanunvericiyə əsasən 90 manatdır. Yəni, Bakıdan Yevlağa gedən bir şəxsin bir qayda olaraq həmin adamın Yevlax üçün ayrılan məbləği gün üçün 90 manatdır. Yəni, ümumiyyətlə normaları deyirəm, qeyd edə bilərsiniz. Bakı 125 manatdır. Tutalım, hansısa regiondan Bakıya ezam olunursunuzsa, norma 125'dir. Naxçıvana ezam olunursunuzsa, Naxçıvanın norması 100 manatdır. Gəncə və Sumqayıt, bu hər iki şəhərdə 95 manatdır normalar. Yəni, tutalım ki, Gəncədən Sumqayıta gedirsiniz, və yaxud da Sumqayıtdan Gəncəyə və yaxud da Bakıdan Gəncəyə, hamısı bir qayda olaraq 95'in üzərindən gedir. Bir də qalan artıq bütün nə qədər rayonlar varsa, hamısı bir qayda olaraq 90 manatdır. Ona görə də Yevlax da regionların içində hesab olunduğu üçün bunun norması bir qayda olaraq 90 manatdır. Yəni normamı yazıram ki, çünki mən əməliyyatı 90 üzərindən aparacağım. Çünki ezam xərci bunun bir günlüyü 90 manatla hesablanır. Və müddətimiz 4 gündür. Bura yazırıq. Çünki burada bəzi proseslər var, onları qeyd edəcəm sizə. Deməli, burada gəlirəm, yazıram yekun xərc.
işçiyə yekun xərc çıxardırıq. Yəni yekun ezamiyə xərci belə deyək. Aha. Gəldik bura. Deməli dostlar, ümumiyyətlə hesablanmasında bir qayda olaraq mehmanxana xərci, yəni otel xərci büdcənin, yəni verilən normanın 70%-ni təmin edir. Yəni mehmanxana xərcinin 70%-i sırf büdcənin 70%-i məhz mehmanxanaya gedir. Yəni ki, otel xərci bildiyiniz, yəni mehmanxana deyəndə oteli fikirləşin ki, bu məsəl üçün Bakı ola bilər. 125-dir, 125-in 70%-i mehmanxana xərci üçün ayrılır. Yemək xərci 25%-ni təmin edir. Nəqliyyat isə cəmi 5%-ni tətbiq edir. Yəni bunların üçünü də faiz dərəcəsindən yadınızda saxlayın ki, yəni bütün normalar bu hissələrdə bölünür. Mehmanxana ümumi ayrılan normanın 70%-ni təmin edir. Yeməkxana 25, nəqliyyat isə 5%-ni təmin edir. İndi gəlirik nəyə? Mən indi bilməliyəm ki, görə bizim ümumiyyətlə bir günlük normamıza nə qədər məbləğ düşür? Yəni belə deyək də, nə qədər məbləğ düşür? Burada mən bunun faizlərini yazmamışam. Ezə rəqəmlərin özünü yazdım. Çünki düsturda yazmaq üçün biz faizləri burada tətbiq eləməyi gözü rahat vura bilsin. Aha. İndi gəlirəm, nə edirəm? Mən normaları tapmaq istəyirəm. Daha oturub kalkulyatorda 90-ı 70%-ni tapmayacağıq. 25%, 5% sonra vurmaları icra eləmirik. Bərabərimizi qoyuruq rahat şəkildə. Norma məbləğimizi seçirik və vururuq həmin o xərclərin sayısını. Vəssalam. Eyni qaydadan, rahat şəkildə. Vurursunuz həmin 25%-i. Vəssalam. Buyurun, bizə də aşağı çəkirsiniz, avtomatik faizi tapır. Yenidən bura kimi təkrar edirəm. Ümumiyyətlə, yəni bildik ki, yevlaq üçün norma 90 manat təyin olunub ki, işçinin ezam xərcinin bir günlük norması 90 manatdır. Amma bu 90 manat hissələrə bölünür ki, yəni bunun 70%-i məhz mehmanxana xərci hesablanır, yemək xərci sırf 25%, nəqliyyat da sırf 5%-ni hesablanır. Yəni avtomatik biz burada faizləri qeyd edirik ki, deməli bu işçinin gündəlik otel xərci 63 manat eləyəcək, yemək xərci 22 manat 50 qəpik, nəqliyyat da 5 manat, 3 manat 15 qəpik hesablanır. İndi bu bunun bir günlük normasıdır, amma müddət 4 gündür. Ümumiyyətlə qanuna əsasən, yəni özünüz də məntiqi başa düşəcəksiniz ki, artıq mən burada mehmanxana xərcini 4-ə vurmayacağam. Niyə görə? Çünki baxın, işçi, izah edirəm, işçi 10-u, 11-i, 12-si gecə qalır. 10-u da axşam qalacaq oteldə, 11-i də qalacaq, 12-si də qalacaq. Amma 13-ü qalmır. Artıq 13-ü işini görür, qayıdır. Yəni bu adam oteldə qalmayacaqsa biz artıq ona otel pulu vermirik. Yəni avtomatik bu adam neçə gün olur? 4 gün 3 gecə orada olur. Yəni avtomatik burada müddətdə mehmanxana xərci hər zaman gündən bir vahid aşağı vurulur. Çünki onun gecə qalmağına görə o mehmanxanaya pul ödəyir. Yəni adam artıq 13 orada qalmış, o 13 orada qalsa ezam müddəti 14-nə çəkəcək onun. Yəni bu adam avtomatik 13 işini görüb qayıdır. Yəni 13 orada qalmayacaq, aslında 13 Bakıdadır, qayıdır. Ona görə də burada avtomatik mehmanxana xərcində biz bunu bir vahid mütləq azaltmalıyıq. Çünki gecə sayısından hesablayırıq. Yəni bir qədər yazıdan çıxartmayın ki, mehmanxana xərci ezamiyyədə gecə sayısına görə hesablanır. Bunda nə edirik? Burada bərabərimizi qoyuruq, 63-ümüzü vururuq, mötərizəmizi açaq. Nə demişdik? Müddəti bir vahid azaldırıq. Yəni bu hər zaman belədir ya, yəni. Buyurun. Deməli, bu adamın 4 gün, yəni ayın 10-undan 13-ə yevlaqda ezamiyyətdə olmağına görə 189 manat buna mehmanxana xərci ödəniləcək. Yemək xərci artıq daha 4-ə vura bilərəm. Çünki adam 4 gün oradadır. Yəni yemək və nəqliyyat xərcləri 4 günə vurulur, amma mehmanxana xərci gecənin sayısına vurulur. Çünki bu 4 gün orada da 3 gecə var. 4 gün 3 gecə. Bir dənə mehmanxana gecə sayısına vurulur, yemək və nəqliyyat isə günlərin sayısına vurulur. Yəni bərabərimizi qoyduq yenə, vururuq elə müddətin özünə. Eyni qaydadan nəqliyyatı da çıxardırıq, vururuq. Çünki adam 4 gün oradadır və 4 gün orada yemək yeyəcək, 4 gün orada nəqliyyatdan istifadə edəcək. Amma 4 günün 4-ünü də oteldə axşamlamayacaq da, adam axırıncı günü qayıdır, qalmır orada. İndi gəlirəm bir qayda olaraq, yekun xərc çıxardıram. Yekun da xərci özünüz bilirsiniz. Toplanı veririk, yəni sam. Vəssalam. Bütün 3 dənə xərci hesablayıram və çıxartdı. 291 manat 60 qəpik buna verilən ezamiyə norması olacaq ki, bu adam, yəni
Ayın 10-undan 13-ünə yevlağa ezamiyə olunan şəxsin avtomatik yekun xərci, yəni ezamiyə xərci bir qayda olaraq 291 manat 60 qəpik olacaq. İndi bunların hamısını rəngə salaq ki, daha çox gözə çarpan olsun, hər biriniz daha rahat şəkildə anlaya biləsiniz. Deməli, bu oldu bizim ezamiyə xərcimizin hesablanması. İndi gəlin başqa bir əməliyyat göstərim ki, bunu daha yaxşı başa düşə bilək. Yəni, mən özü də keçmiş dərslərdə bilirsiniz ki, bir dənəsindən aparmıram. 2-3 dənəsi aparıram ki, hamısını daha dərindən öyrənək. Məsəl üçün, indi işçi, belə deyək daha, Bakıdan Naxçıvana gedir. Bakıdan Naxçıvana işçini ezamiyyətə göndəririk. Avtomatik məkanı dəyişdirdik. Baxın, tutalım başqa bir adam gəldi, avtomatik başqa bir şəxsdir. Dəyişdirək. Tutalım, qoyaq ki, məsəl üçün, Aysel Muradova tutalım ki. Deyək ki, IT menecer, məsəl üçün. Vəzifəsi budur. İndi gəlirəm nəyə? Avtomatik burada, bu faizlər yerində qalır. Çünki faizlər eynidir. Hamısı bir qayda olur. Amma normadan müddət dəyişəcək. Müddət də elə 4 gündür. Müddəti dəyməyək. Bir də normanı dəyişdirirəm mən. Normam avtomatik olur 100 manat. Çünki Naxçıvanın gündəlik norması 100 manatdır. Bir daha təkrar edirəm. Bakı 125, Naxçıvan 100, Gəncə və Sumqayıt 95 və yekunda qalan bütün rayonların hamısı bir qayda olaraq 90 manatdan hesablanır. Baxın, 100 manatı verdim, avtomatik özü hesabladı, bütün rəqəmləri mənim çıxartdı. Bir dənə bunu düzgün çıxartmadı. Çünki düsturu sırf həmin rəqəmi özünü yazmışdım, ona görə oldu. Onu vururam, məhz 5%. Aha, avtomatik şəkildə gördüyünüz kimi burada bir vahid özü azaltdı. Çünki bayaq düsturu tətbiq eləmişdim. Çünki adam yenə 4 gün oradadır, amma 3 gecə oradadır. Ona görə 70 manat bunun mehmanxana xərcidir. Adam 3 gecə orada qaldığına görə 210 manat, 25 manat onun gündəlik yemək xərcidir. Naxçıvanda 4 gün orada qaldığına görə 100 manat, 5 manat da məhz nəqliyyat xərcidir. Elə bu səbəbdən də adam 20 manat məbləğində də ona nəqliyyat xərci ödənilir 4 gün üçün. Və yekun da adama veriləcək ezam xərci 330 manatdır. Bir də əlavə olaraq bildirim ki, dostlar, bəlkə də bilməyənləriniz var. Ümumiyyətlə, ezamiyyədə, o məsəl üçün, tutalım, indi işçi Bakıdan Naxçıvana ezamiyə olunur. Təyyarədən gedir də Naxçıvana. Bildiyim qədərlə səhv eləmirəmsə, ya 50 manat olmalıdır, ya 70 manat olmalıdır təyyarə bileti. Təyyarə bileti olsun, nəqliyyat pulu olsun, yəni yol pulu bu xərclərə şamil edilmir. Tutalım, bayaq nə demişdik? Bakı Yevlaq. Tutalım, Bakıdan Yevlağa avtobus 14 manatdan gedir. 14 gediş, 14 qayıdış, 28. O qatılmır. 28 manat əlavə pul ödənilir. Yəni nəqliyyat xərci ayrıcadır. Yəni yol pulu ayrıca puldur. Bu işçinin gündəlik cibinə verilən puludur. Yəni verilir və işçi onu götürür orada, avtomatik orada öz, belə deyim də, qazancı üçün, yaxud da ki, necə deyim, orada yeməyi üçün, otel xərclərini qarşılaması üçün hamısını orada rahat şəkildə verir. Aha, indi gəldik nəyə? Ən əsas hissəyə, əmək haqqısının hesablanması və önəmli hissə buradır. Burada da yenidən ezamiyə zamanı orta əmək haqqının hesablanması toxunacağıq. Ona görə də gedək, avtomatik bir dənə də biz ezamiyə zamanı əmək haqqının cədvəlini quraq. Elə bunun eyni cərgədə quraq da belə kifayət eləyir. Aha, gələk seçək. Aylar. Burada artıq biraz, əslində yadınıza düşəcək sosial məzuniyyət məsələsi kimi bir şeydir. Yazımsa düsturu rahat şəkildə izah edəcəm formada hesablanır.
Nəysə, əməliyyatı bunun üzərindən aparaq. Baxın, ezamiyə zamanı əmək haqqı hesablanması nə formada olur? İşçinin ezamiyyətə çıxacağı aydan öncəki 2 ay, baxın ancaq və ancaq 2 aydan söhbət gedir. Ezamiyyətə çıxacağı aydan öncəki 2 ay. İstər 7 ay işləsin, 8 ay, nə bilim 10 il işləsin, ezamiyyə hesablanmasında son 2 ay hesablanır. Ezamiyyətə çıxacağı aydan öncəki ayların əmək haqqısı toplanılır. 2 ayın əmək haqqısı toplanılır. Bölünür 2 aydakı iş günlərinin cəmisinin sayına. Sosial məziyyət yadınıza düşdü. Sosial məziyyət son 12 ay dedi, amma burada son 2 aydır. Ezamiyə zamanı. 2 ayın əmək Elzam müəllim, eyni təhsil məzuniyyəti kimidir bu. Bəli, bəli, tamamilə doğrudur. 2 ayın əmək haqqısı toplanılır, bölünür 2 aydakı iş günlərisinin cəmisinin sayısına. Sonra da vurulur işçi neçə gün ezamiyyətə gedibsə onların sayısına. Gəlin əməliyyat üzərindən göstərim. Mənim işçim iyun ayında ezamiyyətə gedir. Deməli, iyundan öncə hansı aylardır? Aprel, may. Aha. Gəlin, buram biraz böyüdək. Aha. Deməli, mənim işçim iyun ayında gedir. Tutalım, indi tabeldən baxım, görüm işçi nə qədər əmək haqqı alır. Tutalım alır, 800 manat əmək haqqı alıb. Mayda da, apreldə də elə 800 manat adamın rəsmi qros əmək haqqısıdır. Və iş günləri may ayında olub 20 iş günü, səhv eləmirəmsə, iş günləri də aprel ayında 22-dir. İstehsalat tərifində 21 yazılıb, amma mart ayında bayram günləri dəyişdi. İstehsalat tərifində aprelin 1-ni bayram kimi göstərdi, amma avtomatik hamımız yadınızdasa 1 apreldə işə düzəlmişdi, il 9 işə başlamışdıq. Yəni ona görə də 22 gün hesablanılır. Aprel ayında biz konkret rəsmi şəkildə 22 iş gündə biz işləmişik. Aha, indi gəldim. Mən nə demişdim? Məhz ezamiyə zamanı əmək haqqının hesablanmasında ezamiyyədəki ondan öncəki çıxacağı aydan öncəki 2 ayın əmək haqqısı toplanılır, bölünür 2 aydakı iş günlərisinin cəmisinin sayısına. İndi gələk. Baxın, bərabərimi qoyuram. Mötərizə açılmalıdır. Baxın, mötərizənin açılmağı mütləq şərtdir. Topla. Yəni cəm, son. 2 ayın əmək haqqısı. Daha sonra mötərizəni yenə, daha doğrusu yox. Bölürəm, topla, yenidən toplanı verirəm, yəni sum. 2 aydakı iş günlərisinin cəmisinin sayı. Baxın. Sonra mötərizə bağlanır. Baxın, mötərizə bağlamaq şərtdir. Bir daha. Vururam, neçə gün ezamiyyətdədirsə onların günlərinin sayısına. Buyurun. Yəni, həmin işçi, belə deyək ki, 152 manat 40 qəpik bu adam 4 gün ezamiyyətdə olduğuna görə buna əmək haqqı hesablanılır. Yəni ki, bu adam Naxçıvandadır 4 gün ezamiyyədə deyil. Yəni, daha doğrusu ezamiyyədədir, işdə deyil. Ezamiyyədə də olduğuna görə buna biz 152 manat 40 qəpik məbləğində əmək haqqısını hesablayırıq. Gəlin bir daha təkrarən izah edeyim. Yəni, yadınıza qalması üçün. Deməli, dedik ki, biz ezamiyə zamanı əmək haqqısının hesablanmasında ezamiyyətə çıxacağı aydan öncəki 2 ayın əmək haqqılarını biz bilməliyik. Onun üçün biz hara müraciət edirik? Tabelə. Yəni ki, birinci dərsdə keçdiyimiz tabel cədvəlinə ki, biz baxmalıyıq aprel ayının tabelinə, may ayının tabelinə ki, tutalım Aysel Muradova aprel ayında nə qədər əmək haqqı alıb, may ayında da nə qədər əmək haqqı alıb. Bizə yəni sadəcə olaraq verdim ki, 2 ayın əmək haqqısı lazımdır. Sonra gəlirəm, nə edirəm? 2 aydakı iş günlərisinin cəmisini toplayırıq. Bölürük 2 aydakı iş günlərisinin cəmisinin sayısına. Əmək haqqılar toplanılır, bölünür 2 aydakı iş günlərinin cəmisinin sayısına. Bu, tapırsınız ezamiyə zamanı bir günlük normanın məbləğini. Daha sonra isə vurursunuz neçə gün ezamiyyətə gedirsə onların sayısına. Yəni, bir daha təkrarən düsturu tətbiq edirəm. Topla. Əmək haqqılar. Bölünür. Yenidən topla. Çünki bu toplamalıq iş günlərisinin cəmisinin sayısında. Mötərizəm bağlanır. Və daha sonra isə vurulur. Neçəyə? Müddətə. Buyurun. 152 manat 40 qəpik. Eyni qaydadan çıxartdıq. İndi, məsəl üçün tutalım ki, belə deyək ki, ola bilər ki, işçi onun həmin o müddətin biri həftə sonuna düşə bilər.
Və yaxud da ki, bəs tamam, indi biz adam deyirik ki, tamam, işçinin istirahət günü 6 bazardan ibarətdir və yaxud da ki, hamımızdan 6 bazarda çox vaxtdır. Tamam, ola bilər ki, işçi ezamiyə zamanı gəldi bayram gününə düşdü. Bəs bu nə formada tənzimlənir? İndi gəlin biraz onu dəyişdirək. Tutalım ki, indi ayın 10'u ikinci günə düşür, 11'i, üçüncü gün, 12'si, dördüncü gün, 13'ü, beşinci gün. Gəlin bunu eləyək, indi 14'ü. 6-cı günə düşsün. Yəni adamın axırıncı iş günü orada 14'üdür. Yəni adam 14'ü qayıdır artıq. 14'ü qaydırsa, müddət burada 5 gün olur, avtomatik. Baxın, burada da rahat şəkildə müddəti 5 eləyən kimi rahat özü ezamiyə xərcinin hamısını hesabı verir. Aha, indi bunu silərəm nəyə görə? Baxın, burada müddət 5 gündür artıq və adam ayın 10'undan 14'üne, bunun axırıncı günü 14'üdür. 14'ü də 6-cı günü də işçinin istirahət günü ezamiyyədədir. Yəni biz avtomatik burada bunu fərqli formada hesablayacağıq. Yəni onun ümumiyyətlə əgər ezamiyyənin hesablanması zaman onda 1 gün və yaxud da 2 gün həftə sonuna, yəni istirahət günlərinə düşürsə və yaxud da bayram günə düşürsə, həmin günlər 2 qat hesablanmalıdır. Yəni 4 gün normal qaydada 1 gün 2 qat hesablanmalıdır. Yəni 4 gün sıravi qaydada, yəni ayın 10'u, 11'i, 12'si, 13'ü. Bunlar həftə içidir. Amma son 5-ci günü bu adamın ayın 14'ü 6-cı günə çıxır, 2 qat hesablanır. Deməli, mən artıq burada müddətin üstə də plus 1 gələcəm. Çünki sonuncu gün 2 qat hesablanır. Elə bir 5'ə vurmayacam, 6'ya vuracam. Çünki 4 gün normaldır, 1 günü 2 qat hesablayıram. Yəni 6. Ona görə də biz bir qayda olaraq, əgər işçinin neçə bayram günü, daha da neçə gün istirahət günü ezamiyyət düşürsə, üstəgəl həmin günlərin sayı qədər. Məsələn, ola bilərdi. Gəlin belə deyim. Məsələn, ola bilərdi 15'i. Yəni 6 bazar. Müddət avtomatik olurdu 6. Aha, müddət olur avtomatik 6. Burada neçə gün normal iş günüdür? 4 günü. 10, 11, 12, 13. 4 gün normaldır. 2 günün həftə sonudur. 2 gün 2 qat hesablanır. Ona görə 2 vurursun ki 4. Neçə deyir? 8. Nə demişdi? Müddət üstəgələk neçə gün istirahət gününə düşürsə, plus həmin günlərin sayı qədər. Yəni o 2 qat hesablanması üçün. Yəni indi düsturumuzu tətbiq edirik. Əgər məsəl üçün həmin günlər, yəni cədvəldə baxmalısınız ki, istehsalat təqvimi tam 10'dan 15'ine baxdıq ki, 14'dən 15'i istirahət gününə düşür. Deməli 2 istirahət gününə düşdüyünə görə də plus 2 yazmalıyıq da 2 gün 2 qat hesablandığına görə. İndi nə edirəm? Yenidən eyni topla əmək haqqılar bölünsün, topla iş günlərinin sayı, daha sonra vurulsun. İndi gözəl əməliyyat başladı. Mötərizə açılmalıdır artıq burada. Mötərizəmi açıram. Yəni avtomatik burada nə edirəm? Müddət plus 2. Çünki 2 istirahət gününə düşüb. Ona görə ikisi istirahət gününə düşüb deyə o 2 gün 2 qat hesablanır da. Yəni 2 gündür. Plus da 2 qat hesabına görə 4 gün olur. Yəni ki 6 gün 2 gün də artı olduğuna görə 8 gün hesablanmalıdır bu. Mötərizəmi də bağlayıram. Daha sonra da vururam. Avtomatik hesapladı, verdi. Yəni bunun 2 günün istirahət günü ezam müddətinə düşdüyünə görə əmək haqqısı konkret şəkildə bu formada hesablanır. Gəlin bunu da rahat şəkildə cədvəlimizi sərgiyə salaq ki, yəni biraz sərgəli görünsün. Daha rahat şəkildə cədvəlimizi sərgiyə salaq. Belə bunu da sağ rəng eləyək. Aha. Bu da deməli bizim oldu məhz ezamiyə cədvəllərinin hesablanması. Yəni ən sadə cədvəllərdən rahat şəkildə qurdum ki, tam olaraq ezamiyyənin hesablanma qaydasını biləsiniz. İndi gəlin bir-iki dənə də əməliyyat eləyək ki, daha yaxşı dərindən dərk eləyək. Tutalım dəyişdirək. İndi bu Aysil Muradovanı göndərdi. İndi sabahsı gün başqa bir adam gəldi. Lap belə gəlin mənə ezamiyyətə göndərək. Elcan Quliyev tutalım ki, insan resursları üzrə baş mütəxəssis. Gəlin mənə göndərək. Tutalım ki, tarix. Mən gedirəm, məsəl üçün 11 iyundan tutalım deyək
16 iyuna. 11 iyun. Indi yazdım. İndi hesablayarıq görə neçə günə düşür. Deməli, müddət neçə gün olur dostlar? Kim deyə bilər? İndi mən buradan 11-dən 16-sına gedirəm. 6 gün. 5 gecə. Bəli, tamamilə doğrudur. 6 gün 5 gecə. Eyni qaydada. Yəni burada 11, 12, 13, 14, 15, 16. Məni məsəl üçün indi göndərirsiniz Gəncəyə. Mən artıq gedirəm Bakıdan Gəncəyə. Tamam, Gəncə filialına gedirəm müəssisəmizin. Gedirəm orada hər hansı bir audit əməliyyatlarını aparmağa. Yenidən burada cədvəlimi rahat şəkildə qurmuşam. İndi burada norma dəyişir. Və yaxud nə demişdim? 95 manat. 95 Bəli. manat. Tamamilə doğrudur. Gəncənin norması 95 manatdır. Gəlin lap əməliyyatları sıfırlayaq, təzədən təkrar gedək. Baxın, xərc faizləri də artıq bildiniz ki, mehmanxana 70-dir, yemək 25-dir, nəqliyyat 5%-dir. Bərabərimizə qoyuram, düsturumuza, rəqəmimizə vururam, yəni normamıza. Bu faiz göstərənəcə vururam, bu da olur bunun mehmanxana xərci. Bizə dəfə də çəkirəm aşağı, hamısının özü, yox, bu düstur səhvlandı, çünki burada 95-dən getməlidir. Bərabərimi qoyuram, eyni qaydadan vururam, 25 faizimə. Eyni qaydadan rahat şəkildə vururam, 5 faizimə və çəkirəm. Buyurun, işçinin, yəni mənim, deməli orada Gəncədə bir günlük normam, mehmanxana xərcim, yəni otel xərcim üçün 66 manat 50 qəpik ayrılır. Yemək xərcimə 23 manat 75 qəpik, nəqliyyat xərcimə isə 4 manat 75 qəpik xərclənir. İndi bunu göstərim, biraz ezamiyə haqqında da xırda nüanslara toxunacağım, yəni həm də eyni zamanda ezamiyə haqqında da danışırıq. Müddətim elə 6 gündür, dəyişiklik yoxdur. Gəlin bunu biraz artıraq, biraz 7 gün eləyək. Aha, deməli nə edirəm? Müddətim 7-dir. İndi mən burada 7 gün ezamiyyətdə olduğuma görə, indi mən burada mehmanxana xərcində neçəyə vuracam mehmanxana xərcinin bir günlük normasını? 6-ya. 6. Bəli, tamamilə doğrudur. Çünki səbəbi nə idi dostlar? 6 gecə qalıb. 6 gecə 7 Qalmayacaqsınız. Gün qayıdacaqsınız. Bəli, tamamilə doğrudur. Çünki mən axırıncı ayın 17-si mehmanxanada qalmayacağam ona görə. Məbləği seçirəm, vururam 6-ya. Və mörtəzəni açıb müddəti yazıb bir çıx bir də yaza bilərsiniz. Rahat şəkildə biri çıxa bilirsiniz. Nə var ki ona? 399 manat. Buradan da avtomatik daha artıq bunu bilirsiniz. Məbləğ vurulsun elə müddətin sayısına. Çünki elə gün qədərdir. Bərabər qoyuram. Bu da eyni qaydadan. Bu da günə vurulur. Bu qədər sadə. Yekun xərcdə də bərabərimizi qoyuruq. Toplanınca veririk ki, bizim artıq bu 3 dənəmizin də xərcini toplasın, versin. Çünki bizim yekun xərcimiz olacaq. Yəni mən, məsəl üçün, tam ayın 11-dən 17-sinə mən ezam olunuramsa Gəncəyə, mənim deməli yekun xərcim 598 manat 50 qəpik. Mənə xərc olaraq bu pul veriləcək. Ki, mən Gəncəyə gedirəm, orada mən Gəncədə nəqliyyatdan istifadə edəcəm, yemək yiyəcəm və yaxud da mehmanxanada qalacam, ona görə verilir. Bir də mənim əmək haqqı hesablamam var. Son ki, mənim, məsəl üçün də deyirəm, rəsmi əmək haqqım tam deyim, 1250 manatdır. Elə burada da 1250 manatdır. Mən iyun ayında gedirəm. İş günlərinə dəyməyək, səni də silək. Aha, indi gəlirəm nəyə? Mən iyun ayında gedirəm. Nə demişdik? Ondan öncəki 2 ayın əmək haqqısı toplanılırdı, bölünür 2 aylardakı iş günlərin sayısına. Yenidən eyni qaydada, rahat şəkildə. Ezamın əmək haqqısının hesablanması. Bərabərimi qoyuram. Toplanı verirəm. Rahat şəkildə əmək haqqılarımı toplayıram. Daha sonra bölürəm. Yenidən eyni zamanda toplamı verirəm. Düsturu səhv yazdım. Deməli, birinci nə edirəm? Toplamı verirəm ki, əmək haqqılarımı toplasın. Mötərizəni bağlayıram, açıram, yenidən toplanı verirəm. İş günlərini seçirəm. Deməli, daha sonra isə nə edirdim? Vururdum. 6 bazar hesablayırsınız. Bəli, tamamilə doğrudur. İndi mənə lazımdır ki, mən bilməliyəm ki, mən ezamiyyədəyəm və mənim 11-dən 17-sinə olan müddətində neçə 6 bazarı, neçə həftə sonuna düşür. Deməli, 9-u birinci günə düşür bayramdır, 10-u ikinci günə düşür. Deməli, mən 3-cü gün gedirəm. 11, 12, 13.
Deməli 14-15 həftə sonuna düşür. Heç nə də 2-cə günüm həftə sonuna düşür. Deməli mən nə etməliyəm indi burada? 7 plus 2 yazmalıyam. Çünki mənim 2 günüm 2 qat hesablanacaq. Ona görə də nə edirəm? Təzədən mötərizəni açıram. Müddət plus 2. Çünki mənim 2 günüm düşür həftə sonuna. Buyurun. Bu da mənim əmək haqqıma verilən əlavə olaraq məhz əmək haqqımın hesablanmasından mənə düşəcək məbləğdir. Yəni 535 manat 70 qəpik. Mən 5 gün, daha doğrusu 7 gün orada işlədiyimə görə verilən əmək haqqıdır. 598 manat da mənə xərc olaraq, yəni orada xərclənən pul üçün mənə verilən məbləğlərdir. Ümumiyyətlə, ezamiyə haqqında da bəzi nüanslara toxunmaq istəyirəm. Düzdür, Excel üçün qoşulmuşum, amma indi ezamiyə haqqında da biraz danışacağım ki, ezamiyə haqqında da müəyyən qədər məlumatlar əldə edək. Məsəl üçün, ağlınızda bir sual yarana bilərdi ki, indi bilirəm ki, yəqin ki də bəlkə də aranızda ezamiyə haqqında məlumat olmayanlar var idi. Məsəl üçün, tutalım ki, deyə bilərsiniz ki, işçi məsəl üçün mehmanxana xərci var orada, 399 manat. Deyə bilərsiniz ki, məsəl üçün, mən gedirəm Gəncəyə, mən Gəncədə qohumum vardı, mən onlarda qalacam. İndi Azərbaycanlı fikirdə deyəcəksiniz ki, mən gelib qohum evində qalaram, 399 manatı qoyaram cibimə. Yox, elə bir dünya yoxdur, təəssüflər olsun ki, çünki ezamiyə zamanı qaydanda, qeyri-qayıtma olanda, yəni müəssisəyə qaydanda 3 gün ərzində avans hesabat verirsiniz. Bütün hər bir şeyin çeki göstərilməlidir. Otelə verilən xərcində çeki, nəqliyyat xərcləri də, yemək xərcləri də hamısı çek formasında alınıb və təqdim olunmalıdır. Çünki baxırlar, əgər orada qalıq pul qalırlarsa, hamısı sizdən alınır. İndi düz işə götürənin əlində olan bir şey istəsə, pulu verə bilər, deyər ki, götür xərcdə mənə lazım deyil. Yəni belə, yəni ki, siz gedib tutalım ki, mehmanxananı özünüz tapırsınızsa və yaxud da nə bilim özünüzün qalmağa yeriniz varsa, yəni onu bildirməlisiniz müəssisəyə ki, bəs mənim orada qalacaq yerim var, ehtiyac yoxdur. Onda sizə avtomatik mehmanxana xərci hesablanmayacaq bir qayda olaraq. Və yaxud da tutalım ki, ümumiyyətlə son dəyişikliyə əsasən belə bir dəyişiklik oldu ki, məsəl üçün əgər göndərilən yer, məsəl üçün Gəncə filialına göndərildi də, indi məsəl üçün məni Gəncə filialına göndərdilər. Gəncədəki şəxs, Gəncədəki oranın direktoru desə ki, mən onun mehmanxana xərcini qarşılayıram və yaxud da biz qarşılayırıq, deməli, həmin vaxt artıq müəssisə mehmanxana xərci hesablanmayacaq ona. Çünki avtomatik qarşı tərəf onun otelini verir də, deyir, mənim bizim özümüzün otelimiz var, geçsin orada rahat qalsın. Nəyə görə mən hələ otel pulu verilsin ki, artıq mehmanxana xərcim qarşılanıb da neyinir bu, mənə pul versin. Eyni qaydayla yeməkdir və yaxud da ola bilər nəqliyyat. Ola bilər, deyə bilər ki, narahat olma da, yəni nəqliyyat pulu ayırma. Mən onu bizim şəxsi maşınımız var və yaxud da ki, müəssisənin özünün korporativ maşını var, aparıb gətirəcək. Onda avtomatik o 5% mənə hesablanmayacaq. Avtomatik 95% hesablanacaq. Yəni ki, konkret şəkildə bildik ki, bir qayda olaraq təzələnən faizləri təkrar edirəm. Mehmanxana xərci 70%-dir, yemək xərci 25-dir, nəqliyyat 5-dir. Faiz dərəcəsi olaraq və bu daxili ezamiyyədir. İndi bir də mən sizə xarici ezamiyyəni də göstərəcəm. Xarici ezamiyyənin hesablanma qaydası. İndi ola bilər ki, bəlkə də indi aranızda, indi əməkdaşlarınızdan kimisi xarici ezamiyyətə göndərərsiniz, orada da fərqli formada hesablanır. Əslində fərqli formada hesablanmır, biraz faizlər dəyişir orada sadəcə olaraq. Yəni daxili ezamiyyədə bilin ki, əsas daxili ezamiyyədir bizim üçün. Mehmanxana 70%-dir, yemək 25-dir, nəqliyyat 5-dir. Konkret şəkildə normalar, normanı da burada yazıblar bölməsində. Bakı 125, Naxçıvan 100, Gəncə Sumqayıt 95, digər rayonların hamısı 90 manatla hesablanılır. Gəlirsiniz burada normanı qeyd edirsiniz. Rahat şəkildə Excel-də faizləri vurur, çıxardır. Neçə müddətdirsə, neçə gün müddətdirsə, gecə sayısı müddətdən bir vahid azaldılır. Çünki mehmanxana xərci gecə sayısına görə vurulur. Qalanlar isə günə vurularaq hesablanılır. Daha sonra da heç nə yekun xərc olaraq bunların üçü də toplanılır, olur bu işçinin ezam xərcinin hesablanması. Bir də var ezamiyə zamanı əmək haqqı cədvəli. Cədvəl də nə formada hesablanılırdı? Deməli, işçi ezamiyyətə çıxacağı aydan öncəki 2 ayların, yəni 2 ayda nə qədər əmək haqqı qalıb, tabeldə gedib baxırıq. Əmək haqqılarını götürürük, yazırıq, bölürük iş günlərini, baxırıq ki, istehsalat təqvimində bu aylarda neçə iş günü var. Bölürük iş günlərisinin cəmsinin sayısına, sonra da nə edirik? Ezamiyyətə getdiyi günlərin sayısına vururuq. Əgər ezamiyyətdə neçə gün həftə sonuna düşürsə, daha doğrusu yəni istirahət gününə düşürsə, neçə bayram gününə düşürsə, plus həmin günlərin sayısını yazırıq ki, şiqat hesablayıb verə bilsin bizə. Buyurun Məlikə xanım.
Elcan müəllim, ola bilər ki, bir məzuniyyətdə həm məsəl üçün, həm həftə sonuna düşür, həm də o üzr istəyirəm, ezamiyyətin içində bayram olur. Onda biz hamısını toplayıb plusdan sonra həmin rəqəm qoyuruq, hə? Bəli, bəli. Neçə istirahət günü, neçə bayram günü ona vurub rahat şəkildə yazırıq. Tamam, Narahat çox sağ ol. olmayın. Bunu birinci gün 30 dərsimizdə keçəcəyik. Orada sizi hesablatdıraraq hesab yazacağım. Burada Excel üzərindən göstərdim rahat şəkildə. Aha, indi gəlin dostlar, gedək biz neyniyək? Xarici ezamiyyənin hesablanması. Tarixə dəymirəm, müddətə də dəymirəm. Bakı, Gəncəni eləyirəm. Bakı, İstanbul. Tutalım ki, mən Bakıdan İstanbula ezam olunuram. Aha, burada avtomatik faizlər dəyişir. Deməli, burada necə olur? 60 35 5. Aha, norma üçün dostlar. Daxil oluruq biz Google-dan. Çünki xarici ezamiyyənin normaları, burada məsəl üçün 4 dənə normadır, xarici ezamiyyədə 100 insan normadır. Onun üçün biz daxil oluruq Google-dan xarici ezamiyyə normalarına. Ki, mən baxım görüm bizim İstanbulda ümumiyyətlə gündəlik norma nə qədərdir? Yəni, Azərbaycandan xaricə, yəni daha doğrusu İstanbula. Yəni, tapım məndə. Hə, İstanbul 25-ci yerdədir. Deməli, neçədir? 220 avro. Bir dənə baxaq görək, ümumiyyətlə 220 avro neçə manatdır? 426 manat 10 qəpik. 427 manat deyək. Adətən onu avtomatik qəpiyini manata çevirirlər. 427 manatdan hesablayırıq. Gördüyünüz kimi avtomatik, yəni Türkiyədə mənim bir gündəlik normam, eləcə xərc pulum üçün 427 manat, yəni 220 evro məbləğində gündəlik norma ayrılır. Onu da Azərbaycan manatından hesablayanda, yəni avtomatik xarici ezamiyyədə faizlər dəyişir. Bu 60-35-in 5-ə düşür. Hesablanma qaydasında rahat şəkildə cədvəli gördüyünüz kimi, baxın nə görə dedim, bizə dəfə tətbiq edirsiniz, ondan sonra adı dəyişdirirsiniz, nəyə dəyişdirirsiniz, sadəcə olaraq avtomatik özü hesablayıb verir. Yəni deməli, mən 7 gün orada olmuşam, mənim mehmanxana xərcim üçün ayrılan məbləğ 1537 manat 20 qəpik olacaq, yeməyim 1046 manat 12 qəpik olacaq. Daha sonra isə 21 manat 35 qəpik, deməli gündəlik nəqliyyat xərcimdir, 149 manat 45 qəpik mən 7 gün Türkiyədə olduğum üçün, yəni İstanbul şəhərində olduğum üçün mənim nəqliyyat xərcim 149-45-dir. Yekun da mənə xərcli pul olaraq, deməli 2732 manat 80 qəpik məbləğində mənə ezam xərci veriləcək. Əmək haqqı da eyni qaydadır, əmək haqqıda heç bir dəyişiklik yoxdur. Ha daxili, ha xarici. Yəni bir qayda olaraq hər ikisinin də ezamiyə zamanı əmək haqqının hesablanması xaricidə də daxildə deyildir. Öncəki 2 aylar toplanılır, bölünür 2 aydakı günlərin cəmsi sayısına, vurulur ezamiyyətə çıxdığımız günlərin sayısına. Burada da 6 bazar 2 dəfə olduğuna görə +2-dəncə yazırıq. Banu xanım deyir ki, olar ki, bu düsturları yazı formada qrupa atarsın. Bəli, narahat olmayın, yazaram. Əslində ezamiyyənin düsturudur bu. Bunu da rahat şəkildə yazaram, problem deyil. Cədvəli də atacağım qrupa. Deməli, bu qədər dostlar. Elə yəni ezamiyyədən bağlı elə ən sadə cədvəl ezamiyyə cədvəlidir. Ən ağır cədvəl açığı tabeldən deyərdim ki, biraz məzuniyyətdir, bir də əmək haqqıdır. Ezamiyyə çox sadədir. Çünki ezamiyyədə konkret faizləri bildiniz. Bir də ki, əmək haqqı hesablanmasınca bildiniz, özü avtomatik Exceldə rahat şəkildə qurur, hazırlayır. İndi məsəl üçün tutalım ki, mən biraz kiçik yazdım deyə gözünüzə böyük görünür. Bunlar məsəl üçün kvadratlar böyüyəndə avtomatik böyük cədvəllər halda salırıq. Yəni buradan da avtomatik deməli işçinin ezamiyyə əmək haqqı tam 535-70 oldu. Avtomatik mən gedirdim tabeldə, yazırdıq əmək haqqı, bir də yazırdıq əlavə əmək haqqı. Avtomatik mən deməli özümə, yəni Elcan Quliyevə gedib avtomatik mən əlavə əmək haqqı kimi 535 manat 70 qəpik əlavə əmək haqqı yazacaqdım. Əmək haqqılar toplanırdı, yekun əmək haqqı, sonra da DSMF-ləri falan çıxırdıq. Avtomatik tutulmadan da mənə net əmək haqqı köçürülürdü ayın sonunda. Aha, deməli belə. Ezamiyyədən də bağlı ümumi bir-iki dənə də hüquqi proseslərə toxunum. Yəni elə gəlmişkən də ezamiyyədən də biraz məlumatımız olsun. Ümumiyyətlə unutmayın ki,
Ezamiyə bir qayda olaraq əmək müqaviləsi bağlanılan şəxsi göndərə bilərik. Yəni xidməti müqavilədən işləyən şəxsi ezamiyyətə göndərə bilmərik və yaxud da hamilə və 3 yaşına qədər uşağı olan qadınlara bir qayda olaraq ezamiyyətə gedilməsinə icazə verilmir. Yəni hamilə və 3 yaşına qədər uşağı olan qadınlara. 3 yaşından 14 yaşına qədər uşağı olan qadınlarda da yalnız onların yazılı razılığı ilə, yəni onların icazəsi ilə göndərə bilərik. Bir də 18 yaşdan kiçik olan şəxslərin ezamiyyətə göndərilməsi qadağandır. Ezamiyyənin müddəti maksimum 40 gündür. Yəni ki, bir işçini bir müddətdir, yəni daimi bir müddət maksimum 40 gündür. Yəni tam 30 gün göndərdiniz, qayıtdı, gəldi, hə, bir 2 gün işlədi, təzədən göndərə bilərəm, problem deyil. Amma yəni fasiləsiz olaraq ən uzun müddət maksimum 40 gündür. Yəni 40 gündən yuxarı avtomatik ezamiyyə sayılmayacaq. O avtomatik qanun pozuntusudur, işçinin hüquqlarının pozulmasıdır. Məsəl üçün, belə deyək ki, ezamiyyənin işə götürən tərəfindən ən çox uzadılma müddəti 5 gündür. Yəni ki, tutalım, mən kimisə göndərmişəm 25 gün ezamiyyətə, amma tutalımda işçidir, zəng edir, deyir ki, çatdıra bilmirik də, yəni bizə bir 4 gündə lazımdır, 5 gündə lazımdır, artırmaq hüququmuz var. Yəni 25 günü artırmadan bizə zaten əmək qanunverici işə götürən icazə verir ki, 5 gün artıqlamasından artıra bilərsən. Yəni 25-i 30 edə bilərsən. Amma 40-ı heç vaxt 45 eləyə bilməzsiniz. İndi bir gün sonralarda da olacaq. Yəni ki, avtomatik tutalım, mən 40 günü kimsə göndərmişəm. Tutalım da tam HR-dır, mütəxəssisdir, sadəcə olaraq sənədləşdirmə proseslərinə görə gedib, deyir ki, çatdıra bilmirəm da, deyir ki, bəs 5 gündə artıq, avtomatik qanun pozuntusudur. Yəni birdən siz də indi işləyən vaxt eləyərsiniz, birinci qanun pozuntusudur. Yəni 40-ı qaldırıb 45 eləyə bilməzsiniz. Ancaq 2 halda icazə var. Yəni qanunvericilik 2 hala icazə verir ki, sən 40 günü artıra bilərsən. Yəni istəsən 1 ayda eləyə bilərsən, yəni 2 ay eləyə bilərsən, mənəm 2 ay yarım eləyə bilərsən. Bu nüanslar hansılardır? Nəzarət təftiş məqsədindən, yəni audit məqsədindən işçi ezamiyyətə göndərilirsə. Yəni birinci nüans budur ki, tutalım ki, mən məsəl üçün auditəm, mühasibəm. Tutalım mən gedirəm Gəncə filialımıza ki, müəssisədə hansısa bir sənəd dövrələrini yoxlayıram və yaxud da boşluqlar tapmışam. Belə deyim ki, vergidən yayınmalar tapmışam və s. və s. Ona görə proses uzanır. Məsəl üçün audit təftişə icazə var ki, işə götürənə tam səlahiyyət verilir ki, yəni audit vəsasında olan şəxsi və yaxud da gedib orada o işi icra edəcək şəxsə 40 gündən artıq verə bilərsən. İkinci nüans da budur ki, tikinti quraşdırma işlərində. Tikintidir, sazlamadır, nəyəsə quraşdırma işləridir. Bir də onlara icazə var ki, 40 gündən artıq ola bilər. Çünki elə bir gün ola bilər, yağış yağa bilər, elə bir gün ola bilər, qasırğa ola bilər, tufan ola bilər, nəsə bir şey baş verə bilər, 3 gün, 4 gün iş getməyə bilər, ona görə uzada bilərlər. Yalnız bu 2 nüansda 40 gün ezamiyyənin uzadılmasına icazə verilir, qalan heç bir hallarda ezamiyyələrin uzadılmasına heç bir şey verilmir. Ezamiyyə hesablanması mükafat və əlavə əmək haqqılar daxildir. Ezamiyyə zamanı orada olan vaxtını deyirsiniz, yəqin kimi deyirəm. Onlar bəli, avtomatik plus yaza bilərsiniz. Yəni onun mükafat və əlavə kimi. Tabeldə yadınıza düşürsə, əlavə əmək haqqı da biz onları rahat şəkildə qeyd edə bilirdik. Buyurun Fuad bəy, əgər qaldırmasa sual vermək istəyirsiniz deyəsən. Bəli, axşamınız xeyir olsun. İlk dənə sualım var mənim. Demək bu əlavə günlə bağlı olaraq bunu əvəz günlə əvəzləşdirmək mümkündür. Bəli, Misal, bəli, o mümkündür. 6-cı gün gedir, onun pulun əvəzinə başqa gün əvəz gün verilməsindən. Bəli, bəli. Overtime-dır, ümumiyyətlə istirahət gündür. Tutalım ki, siz 6 bazar orada işləmisiniz. Ya 2 qat əmək haqqıdan, yəni burada hesabladığımız üçün plus 2-dən hesablanıla bilər, ya da əvəz gün. Tutalım ezamiyyədən gəldiniz, 6 bazar orada işlədiyinizə görə 2 gün əvəz gün verirəm. Deyirəm, 3-cü, 4-cü günləri işə gəlmə. Get rahat dincəl və salam. Bəli, ola bilər. Əvəz gün icazəyə verilir. Ezamiyyə zamanı İşçinin ərizəsi alınmalıdır, razılıq ərizəsi. Bəli, bəli. Razılıq ərizəsi alınmalıdır ki, işçi razıdır əvəz gündən əvəz olunmasına. Yəni yazır ki, məsəl üçün ezamiyyə zamanı həftə istirahət günləri işlədiyimə görə 2 qat əmək haqqı əvəzinə əvəz günlə əvəz olunmasına razıyam, etiraz etmirəm. Yazır, ərizəsində qoyur və salam. Aydın. Bir də ikinci sual bundan ibarətdir ki, bu ezamiyyə norması tutalım ki, yaxud Gəncə dedikdə 95 manatdır. Bu əgər işçi qalmırsa da, yəni bir gün içərisində gedib və qayıdırsa da, amma normal 95 manat verməliyik də biz ona.
Yox, ezamə hesab olunmur. Əgər işçi qaldığı regionda qalmırsa, qayıdırsa, yəni 00:00-a qədər, yəni axşam saat 12-yə qədər işçi əgər Bakıya qayıdırsa, yaşayış ünvanına çatırsa, o ezamə hesab olunmur. Yəni əgər yaşayış ünvanına çatmırsa, həmin gün ezamə hesab olunur. Baxın, belə deyək də, ən çox praktikada ən çox yaranan suallardan biri budur ki, elə gəlmişkən danışaq, Bakıdan Sumqayıta ezamə hesab olunur. Yəni işçinin Bakıdan Sumqayıta getməyə ezamə hesab olunurmu? Xeyr, ezamə hesab olunmur. Yəni məntiqən fikirləşin də, yəni adam Sumqayıta gedir, direktor deyəcək saat 9-dan 6-ya Sumqayıta işini gördüm, manatlığa min, 20 yanvardasan 40 dəqiqəyə. Adam axşam orada qalmağına heç bir ehtiyac yoxdur. Qayıdır, gəlir, bu heç bir ezamə hesab olunmur. Tutalım amma işçi Bakıdan Gəncəyə gedir. Hə, indi məsələn 1 saatlıq bir şeydir, gördü, qayıtdı, gəldi, axşam evinə çatsa bu ezamə deyil. Yox, orada axşamısı qalmalıdırsa, sabah da iş görəcəksə, həmin günlər ezamə hesab olunur. Bəs əmr verəndə necə? Yəni bir gün həmin günü qayıdıb gəlirsə də, yəni əmr verəndə biz ezamə əmri verməliyik də həmin işçiyə, həmin gün üçün. Xeyr, orada heç bir ezamə əmri yoxdur. Sadəcə olaraq işçi oraca gedir, gəlir, nəqliyyat xərcincə veririk, gedir, gəlir və salam. Ezamə o halda verilir ki, adam axşam orada qalır, bu rəsmi şəkildə ezamə hesab olunur onda. Yəni bir gündən ötürü, yəni vermir. Çünki adam qalmır da, orada qalınırsa həmin gün ezamə hesab olunur. Yəni dedim ki, 00:00-a qədər ya artıq çatırsa, deməli ezamə deyil. Artıq o tərəfə keçirsə həmin gün ezamə hesab olunmalıdır. Baxın, məsəl üçün belə deyək də, tutalım ki, bizim Gəncə filialımızın işçiləri var. Onlar Bakıda 2 saatlıq tədbir olur. Gəlirlər 2 saatlıq tədbirə otururlar, abratda qayıdırlar Gəncəyə. Adamlar da saat 8-ə 9-a evlərinə çatırlar. Bu ezamiyə deyil. Yəni gəlirlər, gedirlər. Amma axşamsı qalsaydılar, sabah da tədbir olsaydı, bir gündə tədbir olsaydı, bu avtomatik ezamiyə hesab olunmalıdır. Yəni əmr verilməsə, tutalım onda Gəncədə başına bir hadisə gəlsə, bu zaman sığortalanma kimi çıxmır axı elə bir işçinin. Səbəbi öyrənilir. Yəni dedim ki, o dəyib gəlməyi, o ezamə hesab olunmur. İndi o hadisə də baş verir. Belə deyək də, işçi işdə oturduğu yerdə başına bir şey gələ bilər. Ofisin içində olan vaxtda ya ürəyi tuta bilər, ya nə bilim, hər şey ola bilər də. Yəni kompüter partlaya bilər yanında. O normal bir şeydir. Yəni qəza anıdır. Tutalım ki, oldu. Adi lap bir də ezamiyə olsun. Ezamiyə vaxtı oldu. Hər hansısa bir hadisə baş verdi. O işçi vaxtı yenə də cavabdehliyi direktor daşıyacaq. Çünki bu işçi saat tutalımda mədəni formada sizə belə başa salım ki, 9-dan 6-ya siz müqavilədən işləyirsiniz. Və mən post ki, razılıq ərizəsi almışam ki, işçi gedib getməyə razıdır. Deyir ki, filan vaxtı filan yerdə olacaq. Filan saatdan filan saata tutalım Gəncə deyib gələcək. Yəni Gəncədə də orada yenə başına nəsə gəlsə mən cavabdehəm. Çünki 9-dan 6-ya bu adam mənim işçimdir. Yəni ha burada başına hadisə gəldi, ha Gəncəyə gedən vaxtda hadisə baş verdi. 9-dan 6-ya bu işçiyə mən cavabdehlik daşıyıram. Yenə də nə olsa cavabdehliyi işə götürən daşınmalıdır. O yenə də amma ezamiyə hesab olunmur. Çünki axşam qalmır orada. Aydındır. Bir də sonuncu sual. Bu otel çekləri ilə bağlı olaraq bəziləri məsəl üçün otel çeklərini tələb edilmirlər. Elə ezamiyə xərci ödənilir və digər xərcləri yəni yenə deyirəm, o işə götürən səlahiyyətindədir. İşə götürən istəyə də bilər, istəməyə də bilər, amma istəmək hüququ var. Məsəl üçün bizdə də elədir. Yəni hər kimsə, məsəl üçün biz indi veririk ezamiyə xərcini, bəzən heç olur istəmirik. Yəni ki, zaten bilirik ki, bu daxili ezamiyə xərcləri azdır, çatmır hesadan. Bəzi adamlar elə öz cebindən qoyur, gedir ora. Yəni ki, istəməyə bilər, amma yəni istəmək hüququdur. Yəni istəyə bilər, çekləri tələb eləyə bilər. Yəni tələb eləyirlərsə, onda avtomatik məcbur ki, çekləri götürək. Yox, tələb eləmirlərsə, orada heç bir problem yoxdur. Aydındır, təşəkkürlər, sağ olun. Siz sağ olun. Oldu dostlar, sağ olun. Hər birinizə təşəkkür edirəm. 4 dərsin 4-ündə də iştirak etdiyinizə görə. İlcan bəy. Buyurun. Siz Serena hər dərsimizə sual verirsiniz. Buyurun, bu dəfə də burada da verin. Bir də son sual verin. Biz dünən məzuniyyət keçəndə təhsil məzuniyyətinin cədvəlini qurmadıq. Amma ezamiyyətlə eynidir də birə-bir. Biz bu cədvəllə təhsil məzuniyyəti qura bilərik. Eyni şeydir. Eyni formatda təhsil məzuniyyətindən bu ezamiyə eyni formada hesablanır. Tamam, təşəkkürlər. Buyurun. Oldu dostlar, sağ olun. Özünüzdən sağ olun. müğayət olun. Ümid edirəm ki, əmək haqqı cədvəlidir, tabeldir, məzuniyyətdir, ezamiyyədir. Yəni HR-ə ən lazım olan bu 4 dənə əməliyyatdır ki, ən sadə dildən, qəliz olmayan formada rahat şəkildə hər birinizə izah elədim. Artıq mənlə sağollaşırıq. Mənlə 4 sessiya artıq bitdi. İndən sonra Lalə xanımla görüşəcəksiniz. Lalə xanım da yəni həqiqətən peşəkar təlimçidir. Bir zeni də artıq ondan davam edərsiniz. Mən çıxdım, özünüzdən müğayət olun. Ümid edirəm ki, hər bir şey yaxşı şəkildə dərk edin. Sağ olun dostlar, özünüzdən müğayət olun. Sağ olun, sağ olun. Teşekkürler İlcan Bey, sağ olun.